Salam uşaqlar, bugün biz sizlə Azərbaycan dili fənnindən omonimlər mövzusunun izahına baxacağıq. İzaha keçməzdən əvvəl mənim sizdən bir xahişim olacaq. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Və videomuzu yaxınlarınızla paylaşın ki, onlar da faydalanmış olsunlar. Keçid eləyək izahımıza. Omonimlər nədir? Omonimləri çoxmənalı sözlərdən necə fərqləndirə bilərik? Yadınızda saxlayın. Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Bugünkü mövzumuzun adı omonimlərdir. Qaydanı dedim, təkrar bir də deyirəm. Deyilişi və yazılışı eyni. Deyilişi və yazılışı eyni. Leksik mənaları tamamilə fərqli olan sözlərə omonimlər deyilir. Bu nə deməkdir uşaqlar? Məsələn, nümunə göstərə bilərəm tut sözünü. Uşaqlar, baxırıq ki, deyiliş və yazılış eynidir. Hər iki sözdə tut yazmışam və tələffüzləri də eynidir. Amma leksik mənaları tamamilə fərqli olacaq. Tut, biri var, deyirəm uşaqlar, topu tut. Uşaqlar, buradakı tut hərəkət bildirir. Nə et sualına cavab verir. Nə et, topu tut. Nitq hissəsi olaraq feildir. Feil əşyanın hərəkətini bildirir axı. Buradakı tut isə deyərəm ki, tut yeyirəm. Bu tut meyvə mənasındadır. Meyvə, tut. Ağ tut, qara tut. Bildiniz nə deyirəm? Yəqin ki, bildiniz. Yediyimiz meyvə tut. Tut yeyirəm. Nə? Tut. Hansı nitq hissəsidir? İsimdir. Nitq hissəsi olaraq isimdir. İndi baxıram ki, diqqətlə baxıram ki, bu tut sözlərinin hər ikisində tut yazmışam. Düzdür? Mənaları tamamilə fərqlidir. Birində hərəkət bildirir, feildir, digərində isə isimdir. Əşyanın adını bildirir. Tut sözlərinin mənaları tamamilə fərqlidir. Mənalar eyni deyil. Mənalar tamamilə fərqlidir. Deməli, burada tut sözünə biz omonim deyəcəyik. Başqa bir nümunəyə baxaq. Daha bir nümunə ola bilər. Nə? Məsəl üçün, deyə bilərik ki, ləpə. Baxın, 2 dənə ləpə yazıram. Bu 2 ləpə eyni yazılıb, eyni tələffüz olunsalar da, amma mənaları tamamilə fərqlidir. Necə? Gəlin baxaq. Birinci sözdə yazacağım ki, su dalğası, ləpə. Deyirəm ki, su ləpələnir, dəniz ləpələnir, yəni dalğalanır mənasında. Su dalğası. Birinci sözdə su dalğası mənasını verəcəkdir. Məsələ, yenə deyirəm. Baxın, ləpə deyəndə su dalğası, dəniz dalğalanır, dəniz ləpələnir, dəniz ləpəsi, yəni dəniz dalğası mənasında. Buradakı ləpə dalğa mənasını verəcəkdir. Gəlin indi ikinci məniyə baxaq. Bu hansı mənadır? Yəni qoz, fındıq, ləpə bu mənadadır. Deyirəm nə? Qoz, fındıq. Yəqin ki, başa düşdünüz uşaqlar. Hansı ləpə, hansı mənadadır? Qoz fındıq mənasında hansı ki, yeyirik ləpə, ha? Qoz fındıq ləpəsi. Bax, o mənada. Deməli, baxıram ki, uşaqlar, burada da isimdir. Yuxarı hissədə. Çünki dalğa nə sualına cavab verir? Və isimdir. Aşağıda da yenə ləpə. Nə sualına cavab verir? Yenə də burada da isimdir. Ləpə
Nə? Ləpə. Dəniz dalğası, dəniz ləpəsi. İsimdir. Uşaqlar, burada da isimdir. Nə? Qoz, fındıq, ləpə. Aydın oldu mu uşaqlar? Başa düşdükmü? Yəqin ki, başa düşürsünüz. Deməli, hər ikisindən nitq hissəsi olaraq isim oldu. Və nə sualına cavab verdi. Uşaqlar, deməli, burada belə qənaətə gəlirik ki, homonimlər həm eyni nitq hissəsinə aid ola bilir, həm müxtəlif nitq hissəsinə aid ola bilir. Yuxarıda göstərdiyimiz nümunədə müxtəlif nitq hissəsinə aid olmuşdu. Görürsünüz, birində feil, birində isim kimi çıxış eləyir. Amma aşağıda göstərdiyimiz nümunədə isə hər ikisində isim olaraq çıxış etmişdi. Deməli, homonimlər həm eyni nitq hissəsinə aid ola bilir, həm müxtəlif nitq hissəsinə aid ola bilir. Homonimlərdə sözlər eyni yazılır, eyni tələffüz olunur, deyiliş və yazılış eyni olur, amma leksik mənaları tamamilə fərqli olur. Gəlin növbəti bir nümunəyə baxaq. Məsələn, uşaqlar, deyə bilərik bel. Biri var, deyirik insanın beli. Nə? İnsanın beli. Uşaqlar, burada hansı nitq hissəsi olacaq? Təbii ki, isim. Və növbəti bel yazıram. Bel. Uşaqlar, torpağı şumlamaq üçün istifadə etdiyimiz bir əşyadır. Torpağı qazmaq üçün istifadə olunan əşya. İndi gəlin baxaq. Bel dedik ki, nə sualına cavab verir? İnsanın beli. Nə? İnsanın beli. Bel torpağı qazmaq üçün istifadə olunan əşya. Nə? Bel. Burada da uşaqlar nə sualına cavab verəcək və burada da yenə isim olacaqdı. Yenə burada da eyni nitq hissəsinə aid oldu. Fikir verdinizmi? Amma müxtəlif mənalar daşıdılar. Tamamilə fərqli mənalarda çıxış elədi. İnsanın beli hara? Torpağı qazdığımız bel hara? Görürsünüz, mənalar nə qədər fərqlidir. Tut sözü də həmçinin. Bizim yediyimiz meyvə tut hara və yaxud da topu tutmaq hara. Görürsünüz, tut sözünün mənaları nə qədər müxtəlifdir, nə qədər fərqlidir. Həm uşaqlar? Deməli, bu sözlərə biz homonimlər deyəcəyik. Gəlin indi baxaq. Uşaqlar, homonimlər. Hansı sözlər homonim ola bilməz? Aha, gəldik sizinlə əsas məsələyə. Hansı sözlər homonim ola bilməz? Yadınızda saxlayın uşaqlar. Vurğusuna görə mənası dəyişən sözlər. Vurğusuna görə mənası dəyişən sözlər. Bir hərfə görə mənası dəyişən sözlər. Təkrar eləyirəm. Vurğusuna görə mənası dəyişən sözlər və bir hərfə görə mənası dəyişən sözlər. Bir də uşaqlar, başlanğıc formasına görə mənası dəyişən sözlər. Bunların hamısı haqqında açıq, aydın şəkildə izah verəcəm. Diqqətlə dinləyin. Gəlin baxaq görək ya uşaqlar. Birinci müəllimə nə demişdi? Demişdi ki, vurğusuna görə mənası dəyişən sözlər homonim deyil. Bəs bunlar necə sözlərdir? Homoqraf sözlərdir. Yadınızda saxlayın. Homoqraf nədir? Homoqraf o sözlərdir ki, vurğusuna görə mənası dəyişən sözlərdir. Vurğusuna görə mənası dəyişən sözlər necə sözlərdir? Homoqraf. Homoqraf sözlər adlanır.
Uşaqlar, bu sözlər homonim ola bilməz. Məsələn, gəlin nümunə göstərək. Uşaqlar, deyirik ki, məsəl üçün vurma. 2 dənə vurma yazıram. Deyəcəksiniz, ay müəllimə, vurma yazdınız. Mənaları nədir bunların? Uşaqlar, vurma, biri var vurma cədvəli. Vurma cədvəli mənasında vurğu sona düşür. Amma biri də var deyirəm ki, uşağı vurma. Uşaqlar, burada isə vurğu birinci hecanın üzərindədir. Deməli, neynədik? Vurma sözü 2 mənada işləndi. Mənalar tamamilə fərqlidir. Baxın hələ hansı mənalarda? Vurma cədvəli. Bir də var deyirəm, uşağı vurma. Uşaqlar, burada vurğuya görə məna dəyişdi. Bayaq vurğu sona düşmüşdü. İndi vurğu birinci hecadadır. Baxın, görürsünüz, burada axıra düşüb vurğu. Burada isə birinci hecanın üzərində dayanıb. Deməli, vurğusuna görə mənası dəyişən sözlərə necə sözlər deyəcək? Təbii ki, homoqraf sözlər deyəcək. Və bu sözlər homonim ola bilməz. Təkrar edirəm, bu sözlər homonim ola bilməz. Başqa bir nümunəyə baxaq. Məsələn, uşaqlar, deyirəm güldür. Uşaqlar, gəlin görək bunlar hansı mənalarda çıxış eləyə bilir? Biri var, deyirəm ki, uşaqlar, baxın, əlimdəki güldür. Əlimdəki güldür. Əlimdəki güldür. Sizcə burada vurğu hara düşəcəkdir? Əlimdəki güldür. Burada vurğu ünün üzərinə düşəcəkdir. Birinci ünün üzərinə düşəcək. Baxın, birinci ünün üzərinə düşdü vurğu. Əlimdəki güldür. Bir də deyirəm ki, dostunu güldür. Yəni, elə bir hərəkət elə ki, dostun gülsün. Dostunu güldür. Uşaqlar, burada isə vurğu sona düşəcəkdir. Yəni, sondakı ünün üzərində göstərəcək. Dostunu güldür. Uşaqlar, bəzən olur vurğu ilə sait uzamasını uşaqlar səhv anlayırlar, yanlış anlayırlar. Vurğu bir hecanın digər hecaya nisbətən qüvvətli deyilişidir. Məsələn, bayaq güldür dedim, indi güldür dedim. Deməli, burada vurğuya görə mənası dəyişən söz oldu. Deməli, bu sözlər homonim ola bilməz. Bu sözlər homonim ola bilməz. Bu sözlər necə sözlərdir? Bu sözlər homoqraf sözlərdir. Aydın oldu mu uşaqlar? İnşallah ki, anlayırsınız. Yəni, çox asan və sadə dildə izah edirəm. Daha sonra uşaqlar keçirik bir hərfə görə mənası dəyişən sözlərə. Bəs müəllimə, bir hərfə görə mənası dəyişən sözlərə necə sözlər deyəcək? Uşaqlar, bunlar paronimlər adlanır. Nə adlanır? Paronimlər adlanır. Üzr istəyirəm, dərsdə lövhə yazılı qalıb. Onları tez silim. Deməli, bir hərfə görə mənası dəyişən sözlərə necə sözlər dedik? Paronim sözlər. Bu sözlərə hansı sözlər nümunə ola bilər? Atlas, atlas. Atlas, atlas. Daha sonra süfrə, sürfə. Bu sözlər necə sözlərdir? Paronim sözlərdir. İndi gəlin uşaqlar paronimlərə baxaq. Müəllimə qaydanı necə dedi? Yadımıza salaq. Bir hərfə görə mənası dəyişən sözlər. Hərfə görə
mənası, dəyişən sözlər. Necə sözlər adlanır? Paronim sözlər adlanır. Uşaqlar, gəlin bunlara nümunələr yazaq çoxlu-çoxlu. Məsələ ola bilər. Atlas. Atlas. Fikir verdinizsə, yuxarıda S, aşağıda isə Z yazıldı. Yerdə qalan hərflər isə eyni hərflərdir. Yaxşı uşaqlar, bəs S yazılanda hansı mənanı verir? S yazılanda xəritə mənasını verir. Bəs uşaqlar, Z yazılanda hansı mənanı verir? Uşaqlar, parça mənasını verir. Məsələn, deyirəm ki, mən bugün Atlasda çoxlu xəritələrə baxdım. Atlas nədir? Xəritələr toplusudur. Bir də deyirəm ki, yorğanın üzü atlasdandır. Atlasdandır deyəndə yorğanın üzü atlasdandır. Yəni material, parçanın materialını bildirir ki, yorğanın üzü atlasdandır materialı parçası. Başqa bir nümunəyə baxaq. Uşaqlar, ola bilər sənəd, sənəd, servis, servis. Servis, servis sözlərində çox uşaqlar çətinlik çəkir. Gəlin bunlara baxaq. Uşaqlar, baxdınız, fikir verdinizsə əgər, birinin sonunda S, digərində isə Z dayandı. S yazılanda hansı mənanı verir? Z yazılanda hansı mənanı verir? Uşaqlar, əgər sonu S ilə bitdisə, xidmət deməkdir. Əgər restoranlarda falan olmusunuzsa, servis haqqı yazılır. Çeklərdə fikir verirsəz, görəcəksiniz, servis haqqı, yəni xidmət haqqı deməkdir. Xidmət, yəni qulluq eləməkdə xidmət. Xidmət eləmək, xidmət göstərmək, qulluq eləmək mənasında. Birində isə servis, qab-qacaq dəsti. Uşaqlar, fikir verdiniz, məna nə qədər dəyişdi? Bir hərfə görə məna dəyişdi. Bu sözlərə necə sözlər deyəcəyik? Paronim sözlər deyəcəyik. Bu sözlər çoxdur uşaqlar, hansı ki cədvəli var. Əgər kim əzbərləmək istəsə həmin cədvəli, nömrəmə yazarsınız, ataram hamısını əzbərləyərsiniz. Yəni bu sözlər hansı ki testə düşəcək sözlərdir. Çoxdur, məsələ bəyaz, məsələ bayaz, əski, əski, üzür, üzür, məsələ. Sonra kəsir, kəsir, həsir, həsir. Uşaqlar, üzürlə üzürü çox uşaqlar səhv salırlar. Bilirsiniz necə? Biri var, üzü, ür. Çox uşaqların bilmədiyi bir məqam. Ü, z, ür. Bir dəqiqə, qələmim yaxşı yazmır, üzrü sayın. Bir də var uşaqlar. Üzr. Bu nə deməkdir? Bu nə deməkdir? Uşaqlar, üz, ür olanda indiki zamanda işlənmiş o dənizdə üzür, o dənizdə çayda üzür mənasında. Məsələ, Əli çayda üzür. Əli çayda üzür. Gördünüz mü uşaqlar? Burada ü ilə yazıldı. Bir də var üzr. Bu nə deməkdir? Bu isə uşaqlar edilən səhvə görə, edilən qəbahət, qüsurlu bir işə görə irəli sürülən bəhanə, səbəb. Üzr istəyirəm müəllimə, bugün dərsə gecikdiyim üçün. Məsələ bu mənada. Aydın oldu mu uşaqlar? Bu da belə. Və bu sözlər də yenə homonim ola bilməz. Bu sözlərdən necə sözlər olacaq? Bu sözlərə deyəcəyik necə sözlər? Bu sözlər olacaq paronim sözlər. Aydın oldu mu uşaqlar? Bu sözlər homonim ola bilməz. Qeyd dəftəri tutarsınız. Mən dediyim hansı ki qaydaları qeyd dəftərinizə yazarsınız, əzbərləyərsiniz. Bu sözlər homonim.
ola bilməz. Yadda saxlayın. Bu sözlər paronim sözlərdir. Aydın oldu mu uşaqlar? Bu sözlər paronim sözlərdir. Və sonra ən nəhayət gəlirik homoforum sözlərə. Bəs müəllimə, homoforum sözləri hansı sözlərdir? Uşaqlar, homoforum sözlər o sözlərdir ki, başlanğıc formaları fərqli olan sözlərdir. Yazılışı və deyilişi eyni olur. Amma başlanğıc formaları fərqlənən sözlərə homonim deyilmir. Homoforum deyilir. Necə sözlər deyilir? Homoforum. Bu sözlər homonim ola bilməz. Yazılış və deyiliş eynidir. Amma başlanğıc formaları fərqlidirsə, bu sözlərə homoforum sözlər deyəcəyik. Bəs gəlin görək homoforum sözlərə hansı sözlər nümunə ola bilər? Uşaqlar, üzr sayın, ödənişli dərsdən çıxmışam. Lövhəni təmizləməmişəm. Tez təmizləyim, keçək izah. İndi gəlin baxaq. Gəlin görək indi bu sözlər necə sözlər olacaq? Homoforum sözlər. Bu sözlər hansı sözlərdir uşaqlar? Bayaq müəllimə dedi. Hansı sözlərdir dedik? Başlanğıc formasına görə fərqlənən sözlər. Yazılışı və deyilişi eyni. Yazılışı və deyilişi eyni. Lakin başlanğıc formaları fərqli olan sözlərə homoforum sözlər deyilir. Gəlin görək bu sözlər hansı sözlərdir? Homoforum sözlər. Uşaqlar, mən bura 3 dənə yara yazacağam. Müəllimə, indi gəlin görək bunlar başlanğıc formaları, mənaları necə olacaqdır? Uşaqlar, bu yara sözü çox uşağı çaşdırır və testlərdə düşəndə tez qaçırlar. Yara sözünü homonim kimi götürürlər. Amma homonim ola bilməz axı. Çünki başlanğıc formaları fərqli olur axı. Amma homonim kimi də çıxış eləyə bilir. Bəli. Burada 2 dənə yara sözü homonim kimi çıxış eləyə bilir. Gəlin görək bu 2 dənə hansı yaradır ki, hansı mənalardır ki, homonim kimi çıxış eləyə bilir. Bəs hansıdır ki, homoforum olacaqdır? Gəlin baxaq. Uşaqlar, məsələ, yara sözü bir var deyirəm ki, işə yaramaq, yəni kiminsə işinin qulpundan tutmaq, yəni kömək eləmək, işə yaramaq. Bir də burada sözün kökü nə olacaq? Bilmirəm, axtar. Bir də burada sözün kökü uşaqlar işə yaramaq sözündə sözün kökü yaradır. Başlanğıc forması da yaradır. Uşaqlar, başlanğıc formanı bilirsiniz də, sonuncu leksik şəkilçiyə qədər götürülür. Amma leksik şəkilçi olmayanda sözün kökü başlanğıc forma olur. Bir də var deyirəm ki, uşaqlar, sevgiliyə mənasında da işlənə bilir. Bir də əlindəki yara, mənim əlimdəki yara, orqanizmdə hansı ki problem ki yaranır, əlimizdə, ayağımızda, hər hansı bir nahiyədə yara. Bildiniz də nə yara? Əlimdəki yara. Uşaqlar, burada sözün kökü sizcə nə olacaq? Yarırsam bıçaqla əlin neynəmiş olur? Əlin yaralanmış olur, düzdür? Əlini yarırsan,
Əlini yarandan sonra əlin yara olur. Düzdür? Və burada başlanğıc forma nə olacaq? Başlanğıc forma bayaq müəllimə dedi, sonuncu, leksik, şəkilçiyə qədər. Gördünüzmü uşaqlar? Burada başlanğıc formalar eynidirsə, onda bunlar necə olacaq? Bunlar homonim olacaqlar. Bəli, düz eşitdiniz. Homonim olacaqlar. Bu sözlər homonim sözlərdir. Uşaqlar, amma altdakı yara o yaradan deyil artıq. Bilirsiniz niyə? Baxın, yara. Yar burada sevgili mənasındadır. Yara gedirəm, sevgiliyə gedirəm mənasını verəcəkdir. Burada sözün kökü yar, ay isə qrammatik şəkilçi sayılacaqdır. Burada sözün başlanğıc forması biz demişik sonuncu leksik şəkilçiyə qədər. Amma leksik şəkilçi yoxdursa, sözün kökü onun başlanğıc formasıdır. Burada sözün başlanğıc forması yar sözü olacaqdır. Əgər sevgiliyə mənası verərsə cümlədə, sevgiliyə mənası verərsə, o zaman bu sözə biz homoform söz deyəcəyik. Necə söz deyəcəyik? Homoform. Homonim ola bilməz. Yadda saxlayın. Homonim deyil. Homoform adlanır. Bildiniz niyə? Çünki başlanğıc forması digərlərinə baxanda fərqlidir. Bunun başlanğıc forması yardır. Əgər başlanğıc formaları fərqlidirsə, başlanğıc forması digər sözlərə baxanda fərqlidirsə, onda bu söz homonim deyil, homoform söz olacaqdır. Başa düşdünüz yəqin ki. Ümid edirəm ki, çox rahat və asan anlaşılan dildə başa salıram. Hamıya aydın oldu. Yaxşı uşaqlar, gəlin görək. Başqa hansı sözlər homoform olacaqdır? Gəlin, başqa nümunələrə baxaq. Məsələn, gəlir sözünə gəlin baxaq. Gəlir. Uşaqlar, 2 dənə gəlir yazdım yenə. Burada birincidə deyirəm ki, bacım bizə gəlir. Burada sözün kökü gəl olacaqdır. İr isə zaman şəkilçisi, qrammatik şəkilçidir. Gəl burada sözün kökü və başlanğıc forması götürüləcəkdir. Müəllimə demişdi axı, sözün başlanğıc forması sonuncu leksik şəkilçiyə qədərdir. Əgər leksik şəkilçi yoxdursa, qrammatik şəkilçidirsə, deməli o zaman sözün başlanğıc forması sözün kökü olacaqdır. Bir də uşaqlar deyirəm ki, qazanc, onun gəliri yaxşıdır. Burada isə uşaqlar, gəlir necə gəlir olur? Gəlir ki, gəlir olur. Düzdür? Gəlir necə gəlir ola bilər? O gəlir ki, sonra gəlir olur. Düzdür? Burada ir leksik şəkilçi olacaq. Çünki yeni mənalı söz yaradıbdır. Aydın oldu mu? Deməli, gəl sözün kökü ir isə leksik şəkilçidir. Bunun isə başlanğıc forması gəlir sözünün özüdür. Müəllimə demişdir, sözün başlanğıc forması sonuncu leksik şəkilçiyə qədər olur. Uşaqlar, fikir verdiniz, sözün başlanğıc formaları fərqlidir. Birində sözün başlanğıc forması gəl, digərində başlanğıc forma gəlir sözüdür. Deməli, bu söz homonim ola bilməz. Homoform sözlərdir. Aydın oldu mu uşaqlar? Homonim ola bilməz. Başqa bir nümunəyə baxaq. Şirə. Bəli, şirə. Uşaqlar, şirə sözündə biri var içki növü,
Yəni şirin su da, şirə, içki, şirə. Belə deyək də, şirin su, şirə. Şirə içirəm. Kompot. Bir də var deyirəm ki, şirə baxın. Şir, heyvan mənasında. Ay uşaqlar, birinci sözdə sözün kökü şirə sözüdür. Başlanğıc forması da şirədir. Amma ikinci sözdə sözün kökü şirdir. Yəni heyvan şirdə, meşədəki şir. Meşədəki şir. Şir. Burada isə ə qrammatik olacaqdır. Bəs başlanğıc forması şir sözünün özüdür. Uşaqlar fikir verdiniz bir şeyə. Başlanğıc formaları fərqlidir. Birində şirə, içki mənasında kompot içirəm, şirə. Bir də var şirə baxın. Yəni sözün kökü şirdir. Meşədəki şir. Burada isə ə qrammatikdir və başlanğıc formaları fərqlidirsə, bu sözlər homonim ola bilməz. Homoform sözdür. Daha bir nümunəyə də baxaq. Ayı sözünə gəlin baxaq. İki dənə ayı yazıram. Uşaqlar, birində deyirəm ki, meşədə ayı var. Digərində deyirəm ki, yanvar ayı. Uşaqlar, gəlin baxaq. Meşədə ayı var sözündə sözün kökü elə ayı sözüdür. Başlanğıc forması da ayıdır. Çünki aydan ayı yarana bilməz. Məna əlaqəsi yoxdur. Yəni, göydəki aydan ayı heyvan yarana bilməz. Məna əlaqələri yoxdur. Ona görə sözün kökü elə ayı sözünün özüdür. Aşağıdakı yanvar ayı isə bizim aylarımız. Yanvar ayı, fevral ayı, mart ayı. Ay da ay. Yanvar, fevral, mart, aprel. Burada sözün kökü aydır. Ö isə qrammatikdir. Başlanğıc forması da ay olacaqdır. İndi əgər fikir verirsinizsə, başlanğıc formalar fərqli oldu. Birində başlanğıc forma ayı sözünün özüdür. Digərində isə ay sözünü götürmüşəm başlanğıc forma olaraq. Deməli, bu sözlər homoform sözlərdir. Homonim ola bilməz. Yəqin ki, başa düşdünüz uşaqlar. Çətin deyil. Çox asandır. Və qeydlərinizi götürməyi unutmayın. Nəyi başa düşmürsünüzsə, əlaqə nömrəmə yazarsınız, yenidən izah eləyəcəm. Tamam mı? Və keçid eləyirəm uşaqlar nəyə? Sait uzanmasına görə mənası dəyişən sözlərə. Bəli, bəli. Sait uzanmasına görə mənası dəyişən sözlər homonim ola bilməz. Uzanmasına görə mənası dəyişən sözlər. Homonim ola bilməz. Gəlin görək bu sözlər hansı sözlərdir? Əyan, əyan. Nərə, nərə. Dava, dava. Başa düşdünüz? Bu sözlər də homonim deyil. Hansı sözlər oldu bu sözlər? Əyan. Sonra oldu hansı? Nərə. Bir də olacaq dava. Bu sözlər də homonim sözlər deyil. Nəyə görə uşaqlar? Nəyə görə uşaqlar? Diqqətlə qulaq asırıq. Əyan sözündə ə uzananda hansı mənanı verir? Əyan. Ə uzanmayanda, əyan deyəndə hansı mənanı verir? Uşaqlar, ə uzananda
Yəni bu şəkildə. 2 dənə əyan yazıram. Əgər burada ə uzanarsa, burada isə uzanmazsa. Uzananda nə olur? Əyan. Uşaqlar, A hərfi uzandıqda açıq aşkar, göz qabağında mənasını verir. Hansı mənanı verir? Açıq aşkar. Açıq aşkar. Yəni göz qabağında. Əgər uzanmazsa hansı mənanı verər? Uşaqlar, keçmişdə hökmdara, xana yaxın olan şəxslərə deyirdilər. Əyanlar. Hökmdarlar, xanlar, əyanlar sayılardılar. Aydın oldu mu uşaqlar? Yazıram. Hökmdarlar, xanlar mənasında. Gördünüz, bir hərfə görə məna dəyişdi. Bayaq ə uzanırdı, indi ə uzanmadı. Və məna nə qədər dəyişdi? Bir hərfin uzanmasına görə mənası dəyişən sözlərə homonim deyə bilmərik. Nərə sözünə gəlin baxaq. Uşaqlar, birində uzana bilir, digərində isə uzanmır. Bəs mənalar necə olur? Uşaqlar, uzananda qışqırtı mənasını verir. Məsələn, deyirik, Koroğlunun nərəsi. Görürsünüz? Koroğlunun nərəsi. Burada qışqırtı mənasını verir. Qışqırtı. Nərəsi. Qışqırmağı yəni. Amma uzanmayanda balıq, nərə balığı mənasını verir. Aydın oldu mu? Nərə balığı deyəndə uzanmır. Nərə balığı. Amma Koroğlunun nərəsi onda uzanır. Daha sonra uşaqlar keçirik dava sözünə. Uşaqlar birində uzanacaq, birində uzanmayacaq. Gəlin görək uzananda hansı mənanı verir, uzanmayanda hansı mənanı verir. Uşaqlar, əgər uzanarsa, deyirik ki, həyətimizdə dava düşdü. Həyətdə dava düşüb. Yəni dalaşmaq. Dalaşmaq mənasını verir. Birdən uşaqlar dava dərman mənasını verir. Deyirəm xəstəyə dava dərman etdilər. Dərman mənasında. Aydın oldu mu uşaqlar? Yəqin ki, başa düşdünüz. Çox asan və sadə dildə izah elədim. Bu sözlər homonim sözlər ola bilməz. Yadınızda saxlayın. Sonra uşaqlar mənası vurğuya görə mənası dəyişən sözlərə elektrik, mina, şaxta, vurma, səpin, qandır, dimdik bu sözləri də nümunə göstərə bilərik ha. Yəni vurğusuna görə mənası dəyişənlər. Dimdik, dimdik, güldür, güldür, sərin, sərin, dərin, dərin, elektrik, elektrik. Uşaqlar, yəni vurğusuna görə mənası dəyişən sözlərə aiddir. Bu sözlər də homoqrafdır. Bayaqları bu haqda da danışmış oldum. Sonra sizə izah eləmədiyim hansı məqam qaldı? Homonimlə çoxmənalı sözlərin fərqi. Bəli, bəli. Uşaqlar, çoxmənalı sözləri keçəndə bu haqda qısaca məlumat vermişdim. Əgər çoxmənalı sözlərin qaydasını dinləsəz, görəcəksiniz ki, homonimlər haqqında qısa məlumat vermişəm orada ki, homonimlərlə çoxmənalı sözlərin fərqi nədir? Çox uşaqlar bunları bir-birlərinə fərqləndirməkdə çox çətinlik çəkirlər. Bu incə bir məqamdır. Gəlin bu məqamda diqqətli olaq. Son dərəcə diqqətli olaq. Uşaqlar, baxın, bir şey deyəcəm sizə.
Homonimlər yalnız həqiqi mənada olur. Amma çox mənalı sözlərdə mütləq məcazli olur. Yadda qalar mı uşaqlar? Mənə gəlir asandır, yadda qalar. Deməli, homonimlər həqiqi mənada olur, çox mənalı sözlərdə isə məcazlik olur. Gəlin bir-bir bunları sübut eləyək. Biz dedik, homonimlər yalnız həqiqi mənada olur. Məcazlik olmur. Həmi? Amma çox mənalı sözlərdə məcazlik olur. Məsələn, dedik ki, insanın beli, bir də yeri qazdığımız bel. Uşaqlar, burada homonimdir. Və mənalar tamamilə fərqlidir. İnsanın belindən, yeri qazdığın belin hər hansısa bir məna əlaqəsi varmı? Oxşardırmı mənaları? Xeyr, heç də deyil. Həmi? Deməli, bu sözlər homonim sözlərdir. Bəs çox mənalı söz kimi necə çıxış eləyə bilər? İnsanın beli. Uşaqlar, bir də var dağın beli. Uşaqlar, dağın beli ola bilərmi? Xeyr, dağın beli ola bilməz. Həmi? Dağın beli ola bilməz. Deməli, dağın beli məcazi mənadadır. Müəllimən nə demişdi? Demişdi ki, məcazi məna varsa, deməli, çox mənalı sözdür. Aydın oldu mu uşaqlar? Və burada daha bir şey öyrəndik. Deməli, bel sözü həm çox mənalı söz kimi, həm də homonim kimi çıxış eləyə bilir. Və homonimlərlə çox mənalı sözlərin fərqi nə oldu? Homonimlər yalnız həqiqi mənada olur, çox mənalı sözlər isə məcazi mənada olur. Homonimlər həm eyni nitq hissəsinə aid olur, həm müxtəlif nitq hissəsinə aid olur. Amma çox mənalı sözlər isə yalnız eyni nitq hissəsinə aid olur. Məsələn, bayaq dedim, uşaqlar, topu tut. Burada tut sözü homonimdir. Tutmaq feildir, düzdürmü? Feildir. Nitq hissəsi olaraq feildir. Bir də var deyirəm, tut yeyirəm. Tut dərdim və yaxud da. Burada isə isimdir. Düzdürmü uşaqlar? İsim kimi çıxış eləyir. Nə? Tut. Düzdürmü? Burada isimdir. Burada isə feildir. Nə et sualına cavab verir. Nə et? Topu tut. Düzdürmü uşaqlar? Baxın, görürsünüz, müxtəlif nitq hissəsinə aid oldu. Eləmi? Həm də eyni nitq hissəsinə aid olur. Baxın, insanın beli. Nə? İnsanın beli. Dağın, nə? Buradan yazdım. Yuxarıdan yazmalıydım. Hə. Deməli, insanın beli. Nə? İnsanın beli. Bir də yeri qazdığımız bel. Nə? Yeri qazdığımız bel. Görürsünüz, uşaqlar, hər ikisində nitq hissəsi olaraq isim kimi çıxış elədi. Həmi? İsim kimi çıxış elədi hər ikisində. Düzdürmü uşaqlar? Deməli, homonimlər həm eyni nitq hissəsinə aid olur, həm də müxtəlif nitq hissəsinə aid olur. Aydın oldu mu? Amma çox mənalı sözlər yalnız eyni nitq hissəsinə aid olur. Hər ikisi isimdir. Burada da isimdir. Burada da isimdir. Deməli, homonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur. Amma çox mənalı sözlər yalnız eyni nitq hissəsinə aid olur. Başqa bir məna. Çox mənalı sözlərdə dedik, sözlər həm həqiqi, həm məcazi mənada olur. Homonimlər isə yalnız həqiqi mənada olur. Sonra, çox mənalı sözlərdə mənalar eyni, oxşar olur, bağlılıq olur mənalar arasında. Amma homonimlərdə mənalar tamamilə fərqli olur. Görürsünüz uşaqlar, insanın beli, dağın beli. Mənalar oxşardır, mənalar eynidir. Məna bağlılığı var, amma sadəcə məcazi mənadadır. Amma homonimlər yalnız həqiqi mənadadır. Hər ikisi həqiqi mənadadır. Məcazilik olmur. Yadda qaldı mı uşaqlar? Mənə elə gəlir asandır. Yəni, bu da yadda qalacaqdır. Uşaqlar, dilimizdə elə sözlər var ki, həm homonim kimi çıxış eləyə bilir, həm də çox mənalı söz kimi çıxış eləyə bilir. Bəs bu sözlər hansı sözlərdir? Uşaqlar, bel, qaş, dil, kök, dolu, yay, yol, daş, bu kimi sözlər
və s. Çoxdur uşaqlar. Qol, yar, sol, üz, bel, düz, nə bilim, çoxdur. Az, say, çoxdur. Deməli, bu sözlər həm homonim, həm çoxmənalı söz kimi çıxış eləyir. Bayaq bel sözünə baxdıq. Gəlin bir dənəsinə də baxaq. Uşaqlar, məsələ yol sözü. Yol biri var bizim getdiyimiz yol, bir də var saçını yolmaq, otu yolmaq. Həmi? Deməli, burada olacaq homonim, çünki mənalar tamamilə fərqlidir. Biri var saçını yol, nə et, saçını yol, otu yol, nə et, otu yol. Bir də var yol, getdiyimiz yol. Nə? Yol. Burada homonimdir, mənalar tam fərqlidir. Amma biri də var uşaqlar, çoxmənalı söz kimi də çıxış eləyə bilir dedik də. Kəndin yolu, insanın həyat yolu. Həyat yolu məcazi mənadadır, həyatın yolu ola bilmir. Amma kənd yolu ola bilir. Deməli, burada həm həqiqi, həm məcazi məna olduğuna görə, deməli, burada çoxmənalı söz kimi də çıxış eləyə bilir. Deməli, bu sözlər necə sözlər oldu? Həm homonim, həm də çoxmənalı söz. Məsələ, başqa bir nümunəyə baxaq. Gəlin, baxaq yay sözünə. Uşaqlar, yay sözündə, məsələ, gəlin lövhəmizi silək. Yaza gəldim, sabahlar yenə lövhəni təmizləmək məsələsi var. Ay, gözləyin 2 dəqiqə buranda silim. Yay sözündə həm homonim, həm çoxmənalı söz kimi çıxış eləyə bilir. Bəli. Homonim kimi necə olacaq? Gəlin baxaq. Homonim kimi olanda, məsələ, deyirik ki, yay fəsli. Yay fəsli. Düzdürmü uşaqlar? Yay fəsli. Bir də var, deyirik ki, yuxanı yay. Uşaqlar, görürsünüz, burada mənalar tam fərqlidir. Birində isimdir. Birində isə feildir. Burada homonim kimi çıxış elədi. Mənalar tam fərqli olduğuna görə. Düzdürmü uşaqlar? Mənalar tam fərqlidir. Ay uşaqlar, biri də var çoxmənalı söz kimi. Bəli, bəli, həm də çoxmənalı söz kimi çıxış eləyə bilir. Məsələ, yuxanı yay. Xəbər yay. Uşaqlar, xəbəri necə yaya bilərik? Xəbəri yaymaq olur? Xeyr. Söz yaymaq, xəbər yaymaq. Burada məcazi mənadadır. Burada isə həqiqi mənadadır. Deməli, bu necə olacaqdır? Çoxmənalı söz kimi çıxış eləyəcəkdir. Həm homonim, həm çoxmənalı söz kimi yay sözünü işlətdik. Dediyim kimi, bu sözlər çoxdur. Dildir, kökdür, doludur, qurudur. Daha sonra qoldur, yardır, qırdır, üzdür, düz, sol, sağ, sal. Bu kimi sözlərin hamısı həm homonim, həm də çoxmənalı söz kimi çıxış eləyə bilir. Və uşaqlar, bütün incəlikləri dedim. Mən elə gəlir ki, elə bir məqam qalmadı ki, mən həmin o məqamı qeyd eləməyim. Homonimlərlə bağlı keçdiyimiz siniflərə uyğun olaraq bütün izahları vermiş oldum. Keçdiyimiz sinifə uyğun olaraq, siniflərə uyğun olaraq. Mənə elə gəlir ki, tam şəkildə anladınız. Əgər nəyi anlamazsınız, mənə şəxsidə yazırsınız, mən yenidən sizə izah eləyəcəm. Beləliklə, gəldik növbəti bir izahın sonuna. Bugünlük dərsimiz bu qədər. Bugünkü izahımız bu qədər. Növbəti izahlarda, növbəti dərslərdə görüşmək ümidi ilə. Sağ olun uşaqlar. Və sonda onu deyə bilərəm ki, videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Hələlik sağ olun.